Salam Vüsal bəy, hər vaxtınız xeyir olsun. Salam Əxəm bəy, hər vaxtınız xeyirli olsun. Belə, bugünkü mövzumuz inşallah maliyyə modulunun əməliyyatları olacaq. Son görüşümüzdə biz ticarət və istehsalatla bağlı məsələlərə baxdıq. Bu gün də inşallah pul tərəfdə olan əməliyyatları inşallah biz sizlə incələyəcəyik. Ticarətdə olduğu kimi maliyyədə də sağ tərəfdə yeni əməliyyat var. Yeni əməliyyata klik edirik. Maliyyə əməliyyatları açılır. Əməliyyatlar qaymə, xərc, əmək haqqı, avans, təsisçi, təhdil hesab, valyuta mübadiləsi, orada ox işarəsi də var. Bəli, dividend, borc silinməsi, artırma, azaltma, barter. Bu əməliyyatlardan ibarətdir maliyyə. Təbii ki, bu əməliyyatların içərisində bizim ən tez-tez istifadə edəcəyimiz ilk 3 əməliyyatdır. Yəni qaymə, xərc, əmək haqqı. Digər əməliyyatlardan da təbii ki, istifadə olunacaq. Sadəcə daha tez-tez bizə lazım olan bu 3 əməliyyat olacaq. İlk növbədə birinci qaymə əməliyyatı başlayır. Qaymə əməliyyatı nədir? Adından da görüldüyü kimi, yəni ticarətdə satış və yaxud da ki, alış aparmışıqsa, borc formalaşıbsa, debitor, kreditor. Həmin o borc, debitor və kreditor borclar üzrə ödənişlərin mədaxil və məxarici. Yəni biz burada deyək ki, A adında müştəriyə satış eləmişdik. İndi gətirib bizə pulunu ödəyir və yaxud da ki, köçürməklə bizə pulu gəlib. Qaymə əməliyyatını gəlib müştərinin adını seçib. Aşağıda qaymə üzrə də, yəni bir neçə variantımız var burada. Görürük ki, bir neçə qaymə üzrə bizə toplam bu qədər borcu var. Tək-tək qaymə əməliyyatı icra edə bilərik. Eləcə də bununla yanaşı qaymənin axırında 3 xətt işarəsi var. Əgər müştəri tam bütün borcunu verirsə, toplu şəkildə də qayməni seçib ödənişləri qəbul etmə imkanımız var. Üçüncü bir variant da ki, üzərinə kliklədiyimiz olduğumuz o sırayla ödəmə. Sırayla ödəmədə artıq deyirsiniz ki, qaymə vacib deyil, müştərinin 5.000 borcu var, gətirib 3.000 verir. Mən məbləği yazın, qayməni sistem özü seçsin. Məbləği burada yazırıq və qaymələri artıq keçmişdən günümüzə doğru köhnə bu qaymələri bağlaya-bağlaya sistem özü gəlir. Burada görürsünüz ki, 4 dənə qayməni seçdi. Aşağıda təsdiq edə klikləyirik. Bundan sonra bizdən istənilən aşağıda ödəniş növüdür. Yəni bu ödənişi müştəri bizə 10.000 nağd mı verdi, yoxsa bank yoluna köçürməklə mi gəlib, yoxsa kartdan karta mı atıb. Hansı ödəniş növü ilə icra ediriksə, ödəniş növümüzü seçib təsdiq edə klikləyirik. Avtomatik hesaba pul mədaxil olunur və müştərinin borcundan həmin məbləğ qədər vəsait azaldılır və borcu avtomatik sistem tərəfindən tənzimlənir. Bu debitorlar üzrə, yəni müştərilər üzrə borcun qəbulu idi. Eləcə də biz də öz borclarımızdan, yəni kreditor borclarımızdan ödəmək istəsək, eyni ilə bu qaymə əməliyyatında kontragentimizin, yəni müştərimizin, təchizatçımızın adını seçib, məsələn, baxırıq ki, bəli, 3 manat 60 qəpik borcumuz var, ədəbi üzrə borcumuz qalıb. Bu bir qaymə olduğuna görə avtomatik sistem özü verir. Burada aşağıda ödəniş növümüzü artıq ədəbi üzrə borcumuz qaldığına görə digər hesabımızdan, dediyiniz kimi ədəbi hesabımızdan ödənişin icrasını tamamlayırıq. Bu qədər. Bu qaymə əməliyyatıdır. Yəni sırf burada qarşı tərəfə ki klikləyirsiniz, orada yalnız debitorda və kreditorda, yəni alış və satış əsasında formalaşan borclara görə müştərilərin adları çıxır. Yəni bütün müştəri bazası çıxmır burada. Konkret kimlərin borcu var və yaxud da ki, bizim kimlərə borcumuz var, yalnız həmin şəxslərin adları görsənir. Yalnız borcların siyasi. Bəli. İkinci bir məsələ bu qaymə əməliyyatı ilə bağlı paralel bir-birinə bənzərdir deyə avans əməliyyatı var yuxarıda. Deyək ki, az öncə ki, kimdən ki, pul qəbul elədik. Ola bilər ki, qayməni kəsməmişik, belə durumlar olur. Yəni, müştəriyə ilə qaymə vurmamışıq, qaymə işləməmişik, satış eləməmişik. Öncədən bizə pul ödəyir. Belə daha lori dildə desək, beh verir bizə. Biz pul qəbul edirik müştəridən. Deyək ki, əsas məbləğ üzrə mədaxil, bəli, çünki biz özümüz də avans verə bilərik. Adətən indi bu idxal alışlarında bizə lazım olacaq ki, malın pulunu öncədən konvertasiya edib vururuq qarşı tərəfə. Bir-birinə bənzərdir zaten. İndi deyək ki, mədaxilin üzərindən gedək. Mədaxil, deyək ki, nağd kassamıza atıram, müştəridən 1000 manat mədaxil eləyək. Deyək ki, bizə öncədən pul verir. Hesabı seçirik. Onun şəxsində. Bəli, 1000 manat mədaxil elədik. Təsdiq edə klikləyərik. Yeni əməliyyata klikləyək. İndi həmin müştərinin qaymə əməliyyatında adını seçirik.
Baxırıq ki, misal bizə 4000 borcu var. 1000 manatda almışıq axı öncədən. O pulu 4000-dən azaltmağımız lazımdır. Belə olduğu təqdirdə avansdan ödə batını var aşağıda. Belə ona bir dənə checklist qoyuruq. 1000 manat qırmızı rəngdə göstərir. Yəni onun bizdə pulu var. Bəli. Ki artıq biz burada 1000 manatla öncədən aldığımız o pulu gedib o 4000-dən azaldacağıq. Yenə də qayma əməliyyatında gəlib multiselect edə bilərik. 1000 manatı da əvəzləyək orada. Sırayla ödəməklə istəyirsiniz gedək. Burada 1000 manatlıq bir qayma var. Buna yönləndirmək istəsəm, belə də seçə bilərəm. Orada bəli, manual artıq o 1100-ü silib 1000 manat eləyəcək orada. Bəli. Tamam, təsdiq edə klikləyirik. Buradan da aşağıda diqqət eləsəz, ödəniş növü deaktivdir artıq. Görürsünüz, Nağdbank kart bu deaktivdir. Nəyə görə? Çünki zaten bu pulu mən bir dəfə müştərdən almışam öncədən. Avansdan ödəklə indi mən sadəcə əvəzləşdirirəm onu. Yəni məndə pulu var, borcuna yönləndirirəm ki, borcunu gedib azaltsın. Odur ki, burada ödəniş növünü sistem deaktiv edir. Ki, təkrar bir də kassamıza pul mədaxil olmasın. Təsdiq edə klikli, təsdiq və növbətə keçid avansdan ödəklə də borcu əvəzləşdirdik. Bu əməliyyatla bağlı hər hansı bir sualınız var? Bu iş aydın oldu. Tamam. İkinci bizə lazım olan tez-tez icra edəcəyimiz əməliyyat xərclərimizdir. Hansı ki, biz xərc əməliyyatlarında bu birbaşa xatırlayırsa alış əməliyyatında keçən dəfə xərcə sal göstərmişdik sizə. Görmür, diqqət eləmişsə, yəni xidmət alıramsa birbaşa xərcə sala bilərəm. Bu xərclər isə o hesablama metodu üçün keçərlidirsə, bu artıq birbaşa kassa metodu üçün keçərlidir. Yəni ki, mən birbaşa bu gün kassadan pul götürdüm 10 manat, getdim market xərcim oldu və yaxud da ki, taksiyə 5 manat verdim, harasa getdim. Yəni yerindəcə icra olunan xərclərdir. Kassadan və yaxud da kartdan. Birbaşa ödənişlər. Birbaşa ödənişlər, bəli. Əməkdaş buradan bizdən istəyir. Yəni bu xərci icra edən kimdir? Əməkdaşımızı seçirik. Tarix, istənilən tarixə də burada təyin edə bilərik. Aşağıda əməliyyat kateqoriyası var. Əməliyyat kateqoriyasında hansı xərcdirsə icra etmək istəyiriksə, o olsun kommunal, işıq pulun veririk deyək. Azərqaz olsun, fərq etmir. Xərci yazdı. Bununla yanaşı gün ərzində ola bilər ki, bir neçə xərcimiz olub. Eyni anda bir neçə xərci də icra eləmə imkanınız var. Məbləğdən sonra diqqət eləsəz, böyük qara plus işarəsi var. Bəli. Burada ikinci bir xərcimizi də əlavə eləmək imkanımız var. Yəni bir əməliyyatdan bir neçə xərci icra edirik. Sadəcə aşağıda gəlib, bəli, gəlib burada hesabımızı seçib, ödənişin icrasını, xərcin icrasını tamamlayırıq. Xərc əməliyyatlarında daha sonra biz xərclərimizi istiqamətləndirə də bilirik. Xatırlayırsa, keçən dəfə istehsalatı danışanda bu mövzuya toxunmuşduq. Bəlkə ola bilər ki, bizim elə bir xərcimiz yarana bilər ki, deyərsiniz ki, misal, mən bunu konkret istəyirəm ki, istehsalatdakı malımın maya dəyərinə gedib otursun. Biz belə olduğu təqdirdə diqqət eləsəz orada xərc mərkəzi var, baş ofis yazıb. Xatırlayırsa, buna biz ticarətdə silinmə əməliyyatında da bu mövzuya toxunmuşduq sizlə. Hansı ki, material anbardan silirəmsə, 4 istiqamət üzrə silmə imkanım var. Bu xərclər üçün də keçərlidir. Yəni, mən xərci icra edirəmsə, bunu 4 istiqamət üzrə istiqamətləndirə bilərəm. Şirkət xərci kimi düşməsini istəyirəmsə, baş ofis, layihədirsə, müqaviləsi varsa, müqaviləyə bağlaya bilərəm. İstehsal müəssisəsiyəmsə, məhsul istehsal edirəmsə, malımın maya dəyərində birbaşa əks elətdirə bilərəm. Bir də sonuncu qaymədir, yəni hansı bir satışla bağlı xərcim yaranıb. Xərci icra edirəm, deyəm ki, filan qaymənin gedib tərkibinə düşsün ki, mən konkret o qaymənin rentabelliyini istəyim. Dediyimiz kimi, bu eyni ilə, yəni bizim sadəcə xərclərimizin istiqamətini bildirir. Baş ofis istiqamətində qalmasında da bir sıxıntı yoxdur və yaxud da ki, ayrı-ayrı müqavilə, istehsalat və yaxud da ki, qayməyə bağlamağımızda da bir nüans yoxdur. Yəni, nəticə etibarilə mənfəət zərərdə yekun nəticə dəyişməz olaraq qalacaq. Yəni, bu xərc mərkəzinin onun üçün belə bir sadəcə bizə istiqamətləri bildirir ki, bu xərci mən hansı istiqamətdə icra eləmişəm. Bir başqa xərclərdə nüans da nədən ibarətdir? Misal olaraq, xərcləri aylar üzrə bölüşdürmə imkanınız var. Yəni ki, misal olaraq, bir ili böyük bir satış elədiniz deyək ki, pul gəldi kassanıza. Deyirsiniz ki, mən bir ili arendanın pulunu vermək istəyirəm. İcarəmi verəcəm. Və istəyirsiniz ki, bu ödəyəcəyim bu deyək ki, 1000 manatdan 12.000 ödəyirsiniz bir ilin pulunu.
Deyir ki, bu okey, kassamdan bu gün çıxır pul, o öz yerində. Amma mənim bu ayki hesabatım, 12.000 hamısı mənim bu ayki mənfəətimə hesabatıma düşməsin də. 1000 manat sistem özü bölüşdürsün. Belə olduğu təqdirdə diqqət eləsəz 12.000-in sağında belə xəttlər var. AS sağı, bəli. Ona klikləyirsiniz. Burada sistem artıq bizə neçə müddətə istəyirsə bunu bölüşdürmək, burada bölüşdürməmizi aparırıq. Deyək ki, 12 aylıq böldüksə, görürsünüz, hər aya 1000 manat sistem bölüşdürdü. Və artıq bu da mənfəət və zərər hesabatında kassa metodu üçün yox, hesablama metodunda artıq bizdə göstərəcək. Yəni xərclərimizi, mənfəət-zərərimizi, eləcə də xərc hesabatlığımızı hesablama metodunda izləsək, görəcək ki, biz olaraq iyunda da, iyulda da, avqustda da, sentyabrda da, növbəti ay, aprelə qədər 1000 manat bütün aylar sistem bunu hesablama metodu ilə əlavə edib artıq bizim. Sizə artıq o imkanı da verəcək ki, sistem bütün 12.000 okeydi kassamızdan zaten çıxır, çünki bu gün ödəyirik o pulu. Amma hesabatlıqlarımızda mənfəət-zərər hesabatında onun 12.000 hamısının bu aydakı mənfəətimizdən çıxmır. 1000 manatını çıxıram. Digərlərindəki hər ayın mənfəətindən 1000 manat çıxacaqsınız. Yəni növ ödəniş elədiyim ay xərcdən yüklənməmiş olur. Tamamilə doğrudur. Bölüşdürmüş olurum. Bəli. Təsdiq etmək bilərsiniz, zaten aydın oldu. Burada diqqət eləsəz, təhdil hesabdan ödə əməliyyatı var. Bir-birinə bağlı əməliyyatlar olduğuna görə istərdim onu belə, necə ki, qaimədə avansa baxdıq. Xərclərdə də təhdil hesabdan ödə belə bir funksiya var. Bu nədir? Ümumiyyətlə, təhdil balans deyilən bir anlayış var. Bu nədir? Əməkdaşla müəssisə arasındakı pul hərəkəti. Yəni, mən əməkdaşınızam. Bu elə şirkət var ki, görürsən, əməkdaşı təchizatçı rolunu oynayır. Yəni, ona kassadan pul verirlər. Gedir misal olaraq fərqli daxili bazardan fiziki şəxslərdən mal alıb gətirir. Və ona verilən pulla təbii ki, nağd alış edir, gəlir. Gelir, Evrohoma girir, Dərnəgüldə və yaxud ki, Evrohom Sədərə bazarına girir. Ona lazım olan malları bir neçə təchizatçıdan yığır, gətirir, ambara mədaxil edir öz adından. Və yaxud da ki, ikinci bir variant, əməkdaşınız da elzam gedir, harası elzam göndərirsiniz, kassada ona pul verirsiniz ki, onun orada otel pulusudur və yaxud da ki, qida xərcləridir, elzamlıya xərcləri üçün ona bəlli bir pul verirsiniz ki, o puldan istifadə eləsin. Daha sonra üçüncü variant necə istifadə eləmək olar bu təhdil hesabdan? Bu arada təhdil hesab əməliyyatı yuxarıda ayrıca əməliyyatdır. Bəli. Və yaxud da ki, üçüncü bir variant, maaşı almışam, əməkdaşınızam, maaşı almışam. Amma indi mənə təcili yenə də pul lazımdır və sizdən xahiş edib mənə deyirəm ki, kassada mənə bəlli bir miqdarda pul verin. Və bu danışıqdan asılıdır. Ya mənim əmək haqqımdan 2 dəfəyə tutarsınız bunu, ya da ki, mən bunu maaşı qədər qaytaracam. Bir həftə 10 günlük qısa bir müddətli mənə bu pul lazımdır. Mənə verin, qoyacam yeni yerinə. Biz əməkdaşa təhdil hesabdan o pul vəsaitini veririk, məxaric veririk. Avans kimi əməkdaşın adında balans formalaşdırır. Məxaric eləyək ki, bu əməkdaşımıza pul verək. Sonra biz artıq bu əməkdaşa verilən bu pul vəsaiti istər qaymə ödənişinin, yəni borcun bağlanmasında, hansı ki, qaymə əməliyyatı necə avansdan ödə yox idi, eləcə də təhdil hesabdan ödə də var orada, diqqət eləsəz. Burada artıq deyirsiniz ki, misal, mən X qayməmi bağlamaq istəyirəm, bu filankəsdə olan, deyək ki, Səlim Teymurxanovda olan pulumla borcu bağlayır. Yəni, realda yəni əməkdaşa pulu vermişəm, gedib o elə yerində alıb gətirib, mənə invoice verdi, alışını elədim, ambarıma da mədaxil elədim. Deyirəm ki, bunun pulundakı, zaten Səlimə pul vermişdim, ondakı olan pulla bağlasın. Eyni ilə avansdakı olan məntiq işləyik burada. Əməkdaşda görürsünüz, bu da deaktivdir. Təsdiq və növbəti keçdə klikləyirik, qaymənin borcu bağlanır. Sonra xərclər əməliyyatında. Deyək ki, işçim ezam getmişdi. Xüsusən bu təhdil hesabdan daha belə tez-tez istifadə edən şirkətlər segmentasiya tikinti şirkətləridir. Onlar da misal olaraq tikintidə bir nəzarətçi qoyurlar. Ona bəlli bir pul vəsaiti verirlər ki, orada təcili material alışı eləmək olar, fəhlə gəldi, fəhlənin pulu, yemək xərci, yəni dəqiqbaşı bizə zəng vurma, səndə olan puldan istifadə elə. Sonra gəl bizə hesabat ver ki, məsələn, 5.000 vermişdiniz mənə, filan şeylərə bu 5.000-i mən xərclədim. Burada da ki, xərclərdə mən
əməkdaş məhz ona görə tələb olunur yuxarıda. Əməkdaş seçimi etməyimizi ona görə sistem bizdən istəyir ki, təhdər balans ola bilər. Biz aşağıda yenə xərclərimizi qeyd eləyəcəyik ki, hansı xərcləri icra edib. Buna hardan çıxış eləyək? Səlimdə olan o 5000 manatdır. Burası 500 manatdır. Gedir onun balansından, bu pulu azaldır. Üçüncü bir variant da ki, əmək haqqı ödənişində də biz buna baxacağıq. Bizim üçüncü tez-tez icra edəcəyimiz xərc əmək haqqı ödənişimiz olacaq. İşçilərə aylıq verilən əmək haqqılar. Xatırlayırsa biz əməkdaşlar modulunu keçən dəfə sizlə danışanda orada bu hissəyə toxunmuşduq ki, işçiləri işə götürürük, onlara bəlli bir fiks maaşlarını qeyd edirik. Sonradan əməkdaşı ödəmək istəsək, gəlib burada maliyyədə əmək haqqı ödənişi ilə əməliyyatın icrasını tamamlayırıq. Tək-tək icra edə bilərik və yaxud da ki, burada da toplu seçim imkanımız var. Ən axırda 3 xətt işarəsi var. Bəli, buna klik edib, toplu şəkildə də əməkdaşları seçib, əmək haqqının icrasını həyata keçirmə imkanımız var. Bir məsələni nəzərinizə çatdırın, bu hissəni bağlamamış. Bildiyiniz kimi, əmək haqqı iki istiqamət üzrə əməkdaşa ödənilir. Bir, rəsmi qaydada, yəni karta oturan məbləği var. Bir də ki, əlbəli verilən hissəsi var. Biz əməkdaşın adına deyək ki, 1000 manat əmək haqqı yazmışıqsa, bunun deyək ki, 400 manatı karta oturur, 600 manatı əlinlə verir əməkdaşa. Sistemdə də bu prosesi əmək haqqı ödənişində iki proseslə icra edəcəksiniz, iki əməliyyatla. Yəni, toplu şəkildə burada əməkdaşları seçdiniz. Burada sağ tərəfdə ödəniləcək məbləğ hissəsində deyək ki, karta nə qədər pul oturmuşuq? Sonra deyək ki, 500 manat. Deyək ki, bunda da oturmuşuq, atıram 500 manat. Bu karta oturan məbləğlərdir. Təsdiq edə vurduq, gəlirik buna aşağıda bank hesabımızı seçərək bankdan icrasını həyata keçiririk. Sonra təkrar yenə də eyni əməkdaşları seçib, bu səfər də yerdə qalan əmək haqqını zaten sistem gedir, əmək haqqısından azaldır ödədiyimiz məbləği. Daha sonra ikinci əməliyyatda da ki, yenə əməkdaşı seçib, bu səfər nağd kassamızdan əməliyyatın icrasını tamamlayırıq. Bu ayrı-ayrı hesab qalıqlarımıza nəzarət üçün bizə lazımdır ki, prosesi izləyə bilər ki, bankdan nə qədər əmək haqqı ödədim, nağdan nə qədər ödədim. Bu prosesi biraz da sadələşdirmək istəsəz, yəni ayrı-ayrı əməliyyat etməkdənsə, deyə bilərsiniz ki, misal olaraq, mənim bankdan ödənilən əmək haqqı fondum 5000 manatdır. Mən də bunu transfer əməliyyatı var yuxarıda maliyyədə. Göndərim nağd kassama, bankdan çıxış olsun. Əsas mənə nə lazımdır? Bank hesabım düz gəlsin. Transfer edirəm 5000 karta oturan məbləği, atıram nağda. Sonra gəlirəm əmək haqqı ödənişində, elə bütün əmək haqqını nağd kassamdan icra edirəm. Yəni, burada da belə bir fərq yoxdur, eyni şeydir. Sadəcə ayrı-ayrı nağd kassadan ödənilmiş kimi görürsünüz, amma bank hesabınız da düz gəlir. Çünki transferlə karta oturulacaq rəsmi ödənilmiş əmək haqqını nağda zaten mədaxil eləmişsiniz, yer dəyişməsini eləmişsiniz. Təbii ki, bu istəyə bağlıdır, Vüsal bəy. Yəni, bunu şirkət daxili proseslərə uyğun özləri qərar verirlər. İstəyən bu variantına gedir, istəyən digər variantına gedir. Bəli, aydın. Yəni, əgər mən bank hesabımdan çıxışlarda, yəni nəyə nə qədər ödənildi və ya da vacib deyilsə, göndərərəm, hamısı elə bir yerdən. Bəli. Nəticədə, yəni bu idarəetmədir, daxili çoxumuzdur bizim. Yəni, bunun hər hansı bir rəsmi yerə, bir bağlılığı yoxdur. Əsas mənə aydın olsun ki, bu prosesi buna görə bu formada icra eləmişəm. Və təhdər balans burada da var. Əgər əməkdaşla biz pul vermişdiksə, deyək ki, bayaq Səlimə vermişdik və danışmışıq ki, hər ay əmək haqqısından 500 manatı 2 dəfəyə tutacam ondan, 250-250. Biz, deyək ki, əməkdaşın adında olan əmək haqqı da 1000 manatdırsa, 750 ona sistemdən ödəyəcək, 250 qalacaq adında. Onu da ona verdiyimiz borcla əvəzləşməsini aparacaq. Və yaxud da ki, tam da bağlaya bilərik. Yəni, bu dediyim kimi, danışıqdan asılıdır. Bu da əmək haqqının icrası oldu. Əmək haqqıda unutdum o yeri qeyd etməyi. Necə ki, xərclərdə xərc mərkəzi var idi, baş ofis, müqavilə, istehsalat. Bu, əmək haqqı ödənişləri üçün də keçərlidir. Ki, biz burada da əmək haqqımızı şirkət xərci kimi layihəyə də bağlaya bilərik, istehsalatlamaya dəyərində də istilətdirə bilərik və yaxud da ki, qayməyə də bağlamaq imkanımız var. Bu hissələr aydınlandı. Tamam. Bu arada əmək haqqıda belə bir format, belə bir funksiya da var orada. Deyək ki, əməkdaşın adını seçərsiniz zəhmət olmasa. Deyək ki, 14 min pul görsənir əməkdaşda. Deyək ki, bu pul nəyin pul, neçə ayın puludur bu?
sağ tərəfdə diqqət eləsəz info batını var axırında. Ona klikləyib hansı, ay maşallah, hansı aylardan əmək haqqı ödəməmişəm əməkdaşa, sistem onu yığır hamısını, toplayır üst-üstə. Və ödədikcə də gedir ən birinci hansı aydan borcumuz varsa, həmin borcları bağlaya-bağlaya cari dövrə gəlir. Yəni, bir də əməkdaşlara gedib baxmağa ehtiyac yoxdur. Elə buradan da yerindəcə hansı ayların əmək haqqısıdırsa bu belə yığılıb üst-üstə, buradan da görmə imkanınız var. Deməli, daha sonra avansı danışdıq zaten beyhlərin alınması. Təsisçi əməliyyatı var. Təsisçi əməliyyatı sırf yəni rəhbərə aid olan bir əməliyyatdır. Şirkətə verilən borc, hesabın möhkəmləndirilməsi istiqamətində və yaxud da ki, borc müqaviləsinə əsasən şirkətə verilən pul vəsaiti. Bu, birbaşa balans hesabatında nizamnamə kapitalımızı formalaşdırır bizim. Təsisçidən biz pul vəsaiti mədaxil eləmək imkanımız var hesaba, mədaxil eləyirik. Sabahçı gün bu pulun götürülməsi məsələsi ki var. Adətən yəni sahibkarlar daha çox dividendə üstünlük verirlər. Yəni dividend deyəndə nəyə nəzərdə tutdum? Misal olaraq, əgər bu gün mən borc vermişəmsə şirkətimə, nizamnamə kapitalını daim görmək istəyir sahibkar ki, mənim ortada nə qədər pulum var. Nə qədər bu günə qədər şirkətə mən yatırım eləmişəm. O da təsisçidən mədaxil eləyib, sabahçı gün onu mənfəətdən götürürlər. Bir də təsisçidə diqqət eləsəz, məxaric də var. Yəni buradan da qaytarmaq olur. O hansı hallarda lazım borc verir şirkətə? 1 aylıq, 2 aylıq. Sonra elə eyni müqavilə əsasında deyir ki, borcumu qaytarın mənə. Daha sonra isə adətən necə ki, borc müqaviləsinə əsasən borcu verdi, mədaxil elədi, sonra borc müqaviləsinə əsasən də geri götürdüsə, bu dediyim kimi istisna hallarda çox az sayda müşahidə olunur. Daha çox təsisçilər deyirlər ki, misal mənə dividenddən pulumu götürüb, nizamnamə kapitalıma dəyməyək. Elə olduğu təqdirdə yuxarıda valyuta mübadiləsinin sağın öyle yanındakı ox işarəsinə klikləsəz, burada dividend əməliyyatı var. Dividenddən artıq siz təsisçiyə hesablanmış qazancdan, burada görürsünüz, xalis qazancı burada sistem bizə verir. Hansı ki, bütün xərcləri falan çıxılandan sonra. Blok üzrə 266.000 dividend yığılıb, bir də ümumi göstərir ki, ümumi prospektin ümumi dividendi 416.000, yəni bütün şirkəti üzrə. Və burada biz artıq təsisçimizin adını seçib, buradan qazancdan ona biz ödənişinin icrasını həyata keçiririk. Bu gedir dediyim kimi balans hesabatımızda bölüşdürülməmiş mənfəətimizdən azaldır. Adətən sahibkarlar dividendi dəymirlər. İlin sonunda çox sahibkar misal belə eləyir. Deyək ki, il ərzində mənfəət yığılıb, ilin sonunda dividenddən çıxardıb, təkrar təsisçidən yatırım kimi təsisçi prihodu mədaxilini eləyirlər hesablara. Nizamnamə kapitalını şişirdirlər ki, yeni mal alışlar etsinlər. Yəni mənfəətdən təzədən yatırım kimi. Bu daha çox rəsmi tərəflə bağlı olan bir hissədir ki, rəsmidə bunu belə göstərirlər. Yəni buradan götürüb ora mədaxil edirlər. Bir-birinə bağlı olduğu əməliyyatlar idi. Bunları da üzərindən keçdik. Sonra transfer əməliyyatı var. Transfer hesablarımız arasında pulların yer dəyişməsidir. Yəni nağddan banka, kartdan banka və ya da bankdan karta fərq etmir. Yəni ikisinin iki hesabımız üzrə pulların yer dəyişməsidir. Bu bank hesabından çıxarışda, ya ki nağddan banka pul aparıb qoymuşuqsa, bank hesabımıza mədaxil olduğuna görə orada hesabın möhkəmləndirilməsi kimi görsənir. Nağdan yəni pul gedib mədaxil eləmişik və ya da ki, bankdan karta pul atmışıq, hesabın möhkəmləndirilməsi kimi düşür. Biz bu prosesi əgər realda biliriksə, bunu mən nağd kassamdan pulu götürdük, banka qoydumsa, buna transfer əməliyyatına rahatlıqla hesablarımız arasında pulların yer dəyişməsini icra eləmə imkanımız var. Valyuta mübadiləsi əməliyyatı gəlir daha sonra. Bu, dediyim kimi, ithal alışlarında daha çox bizə lazım olacaq bir əməliyyatdır. Hansı ki, biz mal alışı eləyəcəyik. İthalda xarici firma öncədən, yəni malın pulunu bizdən istəyir. Yəni 50%-in bu danışığa baxır, müqaviləyə baxır.
30% istəyən var, tam hamısının pulunu istəyən var. Belə olduğu təqdirdə, yəni nə qədər ödəyəcəksə qarşı tərəfə, ilk növbədə gəlib bankda deyək ki, konvertasiya aparırıq biz. Manatdan istənilən valyutaya, evro ilə alacağıq, yoxsa dollarla alacağıq, istənilən valyutamıza burada pul vəsaitini dəyişib. Daha sonra bunu biz avans mexanizmlə qarşı tərəfə ödəniş kimi icra edirik. Sabahki gün artıq mal gələndən sonra ticarətdən ki, alış işləri, ithal alışın qaydadakı avansdan ödəklə öncədən ödədiyimiz vəsaiti borcumuzdan əvəzləyilir. Valyuta mübadiləsində çox rahat bir əməliyyatdır. Burada misal olaraq bankı seçdik. Manatda deyək ki, edirik. Aşağıda məbləği yazırıq, deyək ki, atıram 17.000 manat deyək ki, yazırıq burada. Valyutamız manatdan çeviririk. Aşağıda çevrilmiş o manatın şəxsində belə hansı valyutaya çevirmək istəyir? Dollar. Avtomatik daxil etdiyimiz kursa görə sistem bizə deyir kursa görə bu qədər hesabladı. Amma deyə bilərsiniz ki, yox, mən net çıxarışda nədirsə həmin məbləği bura yazmaq istəyirəm. Belə olduğu təqdirdə yuxarıda məzənnə butonunda aktiv butonu söndürərsiniz. Yoxsa burada məbləği özünüz yazın. Və onun aşağısında qəbul edən hesab var. Transfer ilə burada yerindəcə eləyə bilirsiniz. Yəni manatdan pul çıxdısa, gedib mənim dollar hesabıma düşməlidir bu pul vəsaiti. Burada elə yerindəcə mən kapital dollarımı seçirəm ki, həmin hesaba gəlib düşsün. Və bununla yanaşı orada transferə görə mənim xidmət haqqım da yarana bilər. Xərcini də burada yerindəcə də icra eləmə imkanınız var. Yəni bir də gedib ayrıca xərc icra eləməyinizə ehtiyac yoxdur. Elə yerindəcə biz burada bank xərclərini seçib maliyyə xərci və yaxud da ki, bank xərci fərqi yoxdur, bəli. Komissiya xərcləri. Deyək ki, misal olaraq 17.000-i çevirdik, burada kurs məzənnə fərqi ola bilər, 10 xərci ola bilər və yaxud da ki, onda məzənnə fərqi olmadı, transferə görə xidmət haqqı tutdu bizdən bank. Deyək ki, 10.000-ə görə, deyək ki, atırıq 10 manat deyək ki, 1%-dən deyək ki, 10 manat deyək ki, tutdu. Yazdıq, təsdiq etdik, 3 əməliyyatı, yəni istə həm xərc, həm transfer, həm də ki, valyuta mübadiləsini 3 əməliyyatı bir əməliyyatla icrasını həyata keçirmiş oluruq burada. Biz də burada 14.000 var, 17 götürməyə çalışdıq, mənə bildiriş çıxartdı ki. Bəli, dərhal bildiriş verir ki, kassa mənfiyə düşür. Okeydir, orada problem yoxdur, məbləği istəsəz dəyişə bilərsiniz və yaxud da ki, zaten aydın olsayız icra etməyə bilər, problem deyil. Artıq əməliyyat icra olacaq. Yəni, necə ambarda mənfiyə düşməni yoxlamasını aparırsa sistem, icazə vermirdirsə, bu pul əməliyyatları üçün də keçərlidir. Dividenddə danışdıq. Bu yerdə qalan 4 əməliyyat ki var, borc silinməsi, artırma, azaltma, barter. Borc silinməsi ümidsiz borclardır. Yəni ki, satmışam, indi müştərilə əlaqəyə çıxa bilmirəm. Yəni, bir sözlə batdı pul, yəni qayıtmayacaq. İstənilən müştərimizlə borcumuzdan biz kassada heç bir məxaric, mədaxil olmadan, heç bir hərəkət olmadan borcu sıfırlamaq imkanımız var. Bu tək müştəri borcları üçün keçərli deyil, öz borclarımızdan da azaltmaq imkanımız var. Ola bilər ki, biz təchizatçımızla sverka apardıq, bəlli bir diskontlar bizə elədilər, yəni endirimlər elədilər, hətta köhnə satışlarına görə. Biz buradan öz borcumuzdan da azaltmaq imkanımız var və artırma, azaltmanı mənfəət və zərər hesabatımızda əks elətdirmə imkanı var. Bunu indi düzdür, sistem konkret sizin öz öhdənizə bunu buraxır, birbaşa gedib xərcə salmır. Aşağıda görürsünüz, təsdiq edilir, bəli, mənfəət və zərərdə əksini tapmaq məsələsi var. Müştəri borcundan azaldıramsa bunu xərc kimi göstərə bilərsiniz. Öz borcunuzdan azaldırsınızsa bunu gəlir kimi, mənfəət kimi, mənfəət zərər hesabatında formalaşdırmaq imkanınız var. Orada yeni bir funksiya da tətbiq eləmişik, yeni bir xidmətdir, hansı ki, necə banklarda yoxdur, deyirlər, kredit mənfəətindən borcu bağla, müştərinin filan müqavilə əsasında borcun bağla. Burada diqqət etsəz yuxarıda kredit balansından ödə, depozit balansından ödə. Yəni bu nədir? Burada kreditləri formalaşdırma, yəni daxili kreditlər də var. Orada biz necə banklarda indi kredit götürəndə bir ay depozit bizdən almırlar öncədən ki, yəni bir ayın pulunu depozit kimi saxlayırıq. O elə bir straxovka niyyətinə. Bax burada bu sistemdə kreditlər var, daxili kreditlər, o hansı ki depozit orada qeyd eləmişiksə,
ona da yönləndirə bilirik və yaxud da ki, kreditlərə görə bizim sistem mənfəət hesablayır. Biz kredit balansından da bunu ödəyib azaltmaq imkanımız var. Hazırda göstərir ki, bizim kredit balansımız 458 manatdır. Yəni o bizə qazanc hesablayıb sistem, ondan bunu gedib əvəzləşdirib bağlayır. Artırma, azaltma əməliyyatları var daha sonra. Ticarətdə də xatırlayırsınızsa artırma, azaltma əməliyyatları var idi. Bu eyni ilə kassalar üçün də keçərlidir. Əgər kassalarda uyğunsuzluq varsa və yaxud da ki, ola bilər hansısa bir xərci işləməmişəm, yadımdan çıxır, yadıma sala bilmirəm indi, kassam artıq gəlir, düzəltmək istəyirəm və yaxud da ki, kənar bir mədaxil var hesaba. Yəni bunu satış kimi göstərib mədaxil etmək istəmirsiniz. Bizim rus demişkən level gəlirdi bu. Kiməsə bir adam müştəri yönləndirmişdim, oradan mənə komissiya verdi. Bunu prosta kassama atmaq istəyirəm. Yəni bunu bir satış falan kimi göstərmir. Sadəcə mənə lazım ki, kassam 50 manat artsın. Burada artırma, azaltma əməliyyatı ilə biz hesablarımızda pul artırıb azalda bilirik. O test hesablı deyə bu sizə təqdim elədiyimiz. Burada test əməliyyatlar aparılır. Ola bilsin onunla bağlı emal verdi. Yəni onlar sizi qətiyyən narahat eləməsin. Sizin hesablarda bu baş verməyəcək. Ən sonuncu əməliyyat da orada barter əməliyyatıdır. Birmənalı olaraq nəzərinizdə saxlamağınız xahiş olunan məsələ budur ki, barter rəsmi üçün keçərli deyil. Yəni rəsmi qaydada, yəni sistemdə ədəbiyyəli əməliyyatlar aparırsınızsa, müqabilə əsasında. Barter rəsmi əməliyyatlar üçün keçərli deyil. Çünki rəsmidə mənim sizə, sizin də mənə borcunuz varsa, biz qaynaya əsasən mən də öz borcumu sizə ödəməliyəm, siz də öz borcunuzu mən ödəməlisiniz. Amma qeyri-rəsmidə barter məsələsi var. Yəni qonşu iki mağazadır, ikimiz yan-yana mağaz işlədirik. Mən sizə məhsul satdım, 500 manatlıq. Sonra deyirəm ki, məsələn, pulu vermə, səndə də filan məhsul var. Zəhmət olmasa siz də o məhsulu mənə satın. Borcumuz başa-baş bağlansın elə. Yəni, qarşılıqlı borcu olan müştərimiz varsa, qeyri-rəsmidə. Biz burada borclarımızı baxmaq lazımdır burada nəyə? Elə müştəri seçmişsiniz ki, 16.000 sizin ona borcunuz var, 4.000 onun sizə borcu var. Deyirik ki, biz burada 4.000'in, ən kiçik nədir? 4.000 onun sizə borcu var. Max biz burada 4.170'i əvəzləşdirə bilərik. Yəni, onun sizə borcu qalmasının ki, zaten də onun sizə borcu sizə yoxdur. Əgər qeyri-rəsmi əməliyyat aparırsınızsa, sizin sadəcə ona 11.000-nə qədər borcunuz var. Burada toplu şəkildə də və yaxud da ki, sırayla ödəməklə də eləyə bilərsiniz, fərq etmir. Yəqin orada ədəbi borcları da var, o 4.170'in içində. Sadəcə barterdə əvvəldə qeyd etdiyim nüans oydu. Rəsmi aid olmadığına görə ƏDV borcları üçün keçərli deyil bu barter əməliyyatı. Yalnız əsas məbləğlər üçün keçərlidir. Ona görə indi siz 3421 manat əsas məbləğ üzrə borcumuz var. Debitorda seçdik 3421'i. Kreditor borcda da biz 3421'i seçəcəyik ki, bizim o qədər, onun bizə borcu sıfırlansın, bizim də ona o qədər borcumuz sıfırlansın. Burada təbii ki, barter belə bir əməliyyatdır ki, hətta siz qəpik yazmadınız deyə aşağıda görürsünüz 004 qəpik fərq də göstərdi. Yəni, onu demək istədim ki, barter belə bir əməliyyatdır ki, deyək ki, mənim sizə 100 manat borcum var, sizin mənə 5000 manat borcunuz var. Siz o 100 manatla da 5000'i əvəzləyə bilirsiniz, sıfırlaya bilirsiniz. Yəni, borcu bağlamaq imkanınız var. Borc qalmır, amma pul olaraq avans kimi bunu saxlamaq imkanınız var və yaxud da ki, avans kimi deyirsiniz, saxlamırsınız. Siz mənə deyək ki, 5000'lik məhsul satmışdınız, amma əvəzində məndən elə bir məhsul istədiniz ki, onun dəyərini siz bilmirsiniz. Elə bir o da 5000'dir, amma bunun fakt dəyəri 1000 manatdır deyək. Danışıq belə olur ki, sən də mənə malı ver, aramızda borc məsələsi qalmasın. Oca mənim biləcəyim, mən qabağa düşürəm elə bir növ orada. O barter üçüncü bax belə bir əməliyyatdır. Hətta az borcla da çox borcu əvəzləmə imkanınız var, sıfırlaya bilirsiniz. Kassalarda da heç bir hərəkət olmur, belə olduğu təqdirdə sadəcə borc balansı sıfırlanmış olur. Maliyyə əməliyyatları bundan ibarətdir. Suallarınız varsa bu əməliyyatlarla bağlı, buyurun, suallarınızı verə bilərsiniz. Deməli, mən əməliyyatları icra edəndən sonra düşəcək bura. Bəli. Ardıcıllıqla mən maliyyə əməliyyatlarını görə bilirəm. Bəli. Bununla yanaşı... Bu
ödənişlərin qəbzi mənə lazım olsa, qəbzini çap etmək istəsəm. Əlbəttə, burada sənəd formaları var. Sağ tərəfə verərsiniz. Qabağında görürsünüz, bu göz var, gözün də yanında, bəli, indirmə işarəsi var. Bəli. Ticarətdə olduğu kimi eyni ilə. Bu sənəd forması da verir, xərcə dair, məxaric orderi. Bunu təbii ki, özünüz öz şablonunuzda burada hazırlayıb yükləmə imkanınız var. Burada da izləyə bilirsiniz. Bir şey də unuttum deməyi, yuxarıda diqqət edərsiniz, hesabatlar bölümü var axırda. Maliyyə əməliyyatlarında qaimə debitor kreditora gedir, öz əksini tapır. Xərclərin özünün ayrıca hesabatı var, əmək haqqının da özünün ayrıca hesabatı var. Yerdə qalan digər avansdır, təhdil hesabdır, təsisçidir. Bax, burada hər birisinin ayrı-ayrı hesabatlıqları var. Avansların özünün ayrıca hesabatı var, burada görə bilirik. Qırmızı olanlar sizdə olan pullarıdır, yaşıl olanlar da sizin qarşı tərəflərdə pulunuz var, avanslardır. Təhdil hesabın ayrıca özünün hesabatı var. Hansı əməkdaşlarımızın nə qədər pul vəsaiti varsa, nə vermişik, nə almışıq. Biz burada onun üçün ayrıca sistem bizə hesabat verir. Hər birisində qabağında göz işarəsi var, əməliyyatları da düzləyə bilirik. Təsisçi pulları, təsisçinin özünün ayrıca hesabatı var. Hansı dövrlərdə nə qədər pul qoyub, nə qədər pul götürüb. Ayrıca bunun hesabatını əldə etmiş olursunuz. Valyuta tarixçəsi var. Burada məzənnəni dəyişdiyimiz təqdirdə bizə dinamikalığı göstərir. Yəni dollar bu gün və euro bu gün 1.85 idi, qalxdısa oldu 1.90. Bu mənə müsbətli təsir elədi, mənfi təsir elədi. Yəni sistemdə səsiniz bir qədər uzaqlaşdı deyəsən? Üzrlü sayın. Məzənnə fərqini bizə burada sistem göstərir valyutada. Yəni əgər məzənnəni dəyişmişiksə sistemdə euro dünən 1.85 idi, biz də euro ilə işləyirik deyə anbarımızdakı mal qalıqlarımızda euro ilə də alışları elədiyimiz var. Məzənnəni dəyişdiyi bu günləri 1.90 elədiysə, burada dinamikalıqda bu bizə müsbət mi təsir elədi, mənfi mi təsir elədi, dinamikalığı bizə göstərir burada sistem. Hesab qalıqları hissəsi var. Burada da ki, tanıtmış olduğumuz hesablarımızda olan pul qalıqlarımızı burada izləyə bilirik. Yəni yekun qalıqları burada görmə imkanımız var. Paralel olaraq da pul axınları hesabatı var. Onu ilkdə göstərməyi unutdum. Hesab qalıqlarında yekun qalığı görürüksə, pul axınları da cash flow-dur. 3 böyük beynəlxalq hesabatdan biri. Burada da ki, dövriyyəni görə bilirik, hərəkəti. İstənilən hesabımız üzrə, istənilən tarix intervalında günün əvvəlinə nə qədər var idi, günün sonunda nə qədər var və bu gün aralığında mədaxil nə qədər olub, məxaric nə qədər olub, sistem bunun hər birisinin ayrı-ayrı və istiqamətlərinə qədər burada sizə göstərir. Orada yuxarıda kredit faizləri ilə bağlı ayrıca bir hesabat var. Bayaq ki, biz borc silinməsində kredit balansını gördük. Burada sistem kredit faizləri, hansı satışlardan bizə faizlər gəlib, onu bizə göstərir. Və bir də ƏDV daxil satış hissəsi ki var. Bu da ki, yəni mən ƏDV-li almışam qayməmi, ƏDV daxil satış eləmişəm. Həmin satışlarıma görə mən nə qədər ƏDV üzrə xərcə bağlamalıyam. Burada həmin satışlarımızdan olan hissələri bizə göstərir. Hansı satışlarda bir ƏDV daxil satılıb, xərcə bağlanmalıdır. Həmin qaymələri bizim üçün sistem burada ayırır. Belə, Vüsal bəy, ümumi maliyyə əməliyyatları bundan ibarətdir. Təbii ki, indi gedişatda işlədikcə suallarınız zaten yaranacaq. İndi bu standart əməliyyatları isə sadəcə məlumatı verdim ki, hansı əməliyyat nə işə yarayır, hansı əməliyyat üçün keçərlidir. Gedişatda işin gedişatına uyğun fərqli-fərqli yəni istiqamətlər üzrə, yəni maliyyə əməliyyatları üzrə, real кейslər üzərindən proseslərdə yenidən suallarınız təbii ki, yarana bilər. Müraciət edəcəksiniz, biz sizə hansı əməliyyatı, geçimsi olaraq, şərti olaraq bunu nümayəndə edelim, yekunlaşdıraq. Deyək ki, bankdan kredit götürürsünüz, düzdürmü? Deyəcəksiniz ki, okey, biz kreditin prospekti necə göstərə bilərəm? Bankdan kredit götürmüşəm. Amma misal biz onunla bağlı danışmadıq, düzdürmü? Amma maliyyə əməliyyatlarında avans əməliyyatının ki, üzərindən keçdik, dedik biz burada beh alıb beh verə bilərik. Adətən sistemdə kreditləri avansla biz tövsiyə edirik şirkətlərə. Yəni, bankdan kredit götürdüm, o pul həm də hesabına mədaxil olmalıdır. Əsas məbləğimi avansdan bankı qarşı tərəf edib mədaxil edirəm, hesabıma düşür. Sabahki gün onun ödəniş məsələsi ki var, ödəniş məsələsini artıq mən iki istiqamətdə icra edəcəm. Zaten bank bizə annuitet cədvəl verir, yəni aylıq ödəyəcəyim pulun nə qədərsə əsasdan silinir, nə qədərsə faizdən silinir.
Belə bir cədvəl verir bizə. Biz orada aylıq ödənişimizi etdikcə əsasdan silinəcək pulu avans məxaric eləyib banka ödəyirik ki, zaten avansın da özünün ayrıca hesabatı var. Orada əsas məbləğ üzrə borcumuzu izləyə bilirik. O faizdən silinəcəyi isə xərc icra eləyib rasxodumuza saldırıq, həmin ayın xərci. Bax, belə bu indi verdiyim nümunələrdən biri idi. İşin gedişatına uyğun fərqli əməliyyatlarla qarşılaşa bilərsiniz. Sistemdə bunu necə əks elətdirə bilərəm ki, bir suallar formalaşa bilərsiniz də. O zaman inşallah bizə müraciət edərsiniz. Biz sizə ona uyğun inşallah istiqamətləri burada verərik inşallah. Aha, oldu. Teşekkür ederim. Belə, Vüsal bəy, buyurun, minnətdaram hələlik. Sağ olun, görüşürüz. Sağ olun, sağ olun.